Cədvələ və nümunələrə əsasən uyğun fikirləri müəyyən edin. Mən bu testin variantlarını çox izah etmədən deyə bilərəm ki, testdə demək ikinci fikir, üçüncü fikir və dördüncü fikir, bir də beşinci fikir doğrudur. Yəni 2, 3, 4, 5 cavabı olmadığına görə bu sual bütün şagirdlərin xeyrinə doğru olaraq hesablanacaqdır. Hansı sözə aid xüsusiyyət verilməmişdir? Tərkibində bir-biri ilə qarşılıq təşkil edən samitlər işlənmişdir fikri C bəndinə aiddir. Kilitlənmək sözünün tələffüzündə D samiti T olur, L D olur, N samiti M, sondakı ki isə İ olur. Yəni T, D samiti işləndiyinə görə C bəndi birinci fikrə uyğundur. Yazılışı səhvdir, A-ya uyğundur. Simfoniya sözü N hərfi ilə yox, M hərfi ilə yazılır. A variantına uyğundur. Tərkibində uzun tələffüz olunan sait işlənən bu sözdə səs artımı baş vermişdir. Yarım müdafiə sözündə A saiti uzun tələffüz olunur və İ, Ə saitlərinin arasına Y samiti artırılır. Deməli, üçüncü fikirdə E-yə aiddir. Kar və cingilti samitləri sayca bərabər olan bu sözün səs və hərf tərkibi arasında 3 fərqli məqam var. Təskinlik sözünün tələffüzü təs, cin, nih şəklindədir. Tələffüz arasında 3 fərqli məqam 1, 2, 3-dür. Kar samitlər isə T, S, İ-dir. Cingilti samitlər C, N, N-dır. Deməli, dördüncü fikirdə D-yə aiddir. B bəndində açıq rəngli sözünə aid olan hər hansı bir xüsusiyyət yoxdur. Doğru cavab B bəndidir. Hansı cümlədəki sözlərdən heç birinin səs və hərf tərkibi fərqlənmir? A variantı: azadlığı və həqiqəti sevməyən adam güclü ola bilər, amma heç vaxt böyük adam ola bilməz cümləsində azadlıq sözü, sevməyən sözü, böyük sözü yazışı tələffüzündən fərqlənən sözlərdir. B bəndə: dünyada təsadüf yoxdur. Bu dünyada hər şey ya sınaqdır, ya cəza. Bu cümlədə rahat bariz görünən sınaqdır sözündəki qının xıya çevrilməsidir. Başqa dəyişikliklər də var. Əsas bunu görə bilirik. B bəndi çıxdı. C bəndində ədalətsiz qaydaların tətbiqi xalqa edilən ən böyük zülmdür. Böyük sözündə İ səsi var, zülm sözündə əlavə Ü var. C bəndində çıxdı. D bəndi: həqiqi aşiqləri nəinki məsafələr, heç ölüm də ayıra bilməz. Aşiq K, nəinki Y fərqlənməni rahatlıqla görə bilirik. E-də insan zəka qarşısında əyilir, amma şəfqət qarşısında diz çökür cümləsində isə yazışı tələffüzündən fərqlənən heç bir söz yoxdur. Doğru cavab E bəndidir. Verilmiş nümunədə hansı sözün sinonimi işlənməmişdir? Qarşımda dalğalı dərin bir ümman, ümmanı sarsıdır bir acı tufan. Bəyaz köpükləri bir çiçək yapan, şeirdən, xülyadan necə əl çəkim? Dəniz sözünün sinonimi nümunədə ümman sözüdür. Məşəqqətli sözünün sinonimi acı tufan, ağır tufan bu mənada işlənmişdir. Burada işlənən məşəqqətli sözünün sinonimi də var. Xəyal sözünün sinonimi xülya sözüdür. Titrətmək sözünün sinonimi isə sarsıdır sözüdür. Nümunədə sazaq sözünün sinonimi işlənməmişdir. Doğru cavab E bəndidir. Hansı sözdə nöqtələrin yerinə ayrı-ayrılıqda həm dodaqlanan, həm də dodaqlanmayan sait yazmaqla yeni sözlər yaratmaq mümkündür? Burada testin doğru cavabı A bəndidir. Çünki dilimizdə həm kompaniya, həm kampaniya sözü var. Kompaniya şirkət, kampaniya hər hansısa bir tədbirlər silsiləsi mənasında işlənir. Yəni o saiti dodaqlanan, A dodaqlanmayandır. Doğru cavab A bəndidir. Digər sözlərdə yalnız bir O saiti, Ə saiti, O saiti artırmaq olur. Bəyaz sözündə isə Ə və A saitin hər ikisi artırıb söz əmələ gətirmək olur, amma bunların hər ikisi dodaqlanmayan saitlərdir. Ona görə doğru cavab A bəndidir. Eyler-Venn diaqramına və nümunələrə əsasən doğru fikirləri müəyyən edin. Öyündürməsin səni yüksəklərdə uçuşun, palçıq da göyə çıxar qanadında bir quşun. B bəndi: başqalarına qarşı zəfər qazanan qüvvətlidir, öz nəfsinə qarşı zəfər qazanan isə qüdrətlidir. Birinci fikrə baxaq. A-ya aid edilib. Məcazi mənalı ifadə işləndirmişdir. Öyündürməsin səni yüksəklərdə uçuşun, palçıq, göy, çıxmaq, qanad, quş.
Yəni bu sözlərdən heç biri məcazi mənalı deyil. Ona görə birinci fikir səhvdir. İkinci fikir, səma sözünün sinonim işlənmişdir. Aya aid edilən səma sözünün sinonimi göyə sözü, bəli, nümunədə işlənmişdir. Ona görə ikinci fikir doğrudur. 3 ortaq xüsusiyyət kimi verilib. Səs və hərf tərkibi fərqlənən söz işlənmişdir. Məsələn, yüksəklərdə sözündə səs və hərf tərkibi fərqlənməsi var. Qüvvətlidir sözündə yenə səs və hərf tərkibinin fərqlənməsini rast gələ bilirik. Deməli, 3 də düzgündür. 4-ə baxaq. Məna tayları müxtəlif diksiyona aid olan amonim söz işlənmişdir. Bu nümunədəki göy sözü, göy səma və göy rəng sifət və isim kimi, B bəndindəki demək, başqa və qarşı sözləri isə həm qoşma, həm də sifət kimi işlənə bilən nümunələrdir. Yəni, müxtəlif diksiyona aid olan amonim söz kimi işlənib. 2, 3, 4. 5-də zərif incə sözlərinin sinonim işlənmişdir. 5B-yə aid edilib. Nəfs sözü var. Bu nəfis sözünün sinonimidir. Nəfs sözünün sinonimi deyil. 5-də səhvdir. 6. Bir-biri ilə münasibətdə antonim olan sözlər işlənmişdir. B variantında verilən cümlədə, yəni antonim olan hər hansı bir sözə rast gəlmək mümkün deyil. Testin doğru cavabı B bəndi. Yalnız 2, 3, 4 cavabıdır. Bəndlərdən birində fərqləndirilmiş sözlər bir-biri ilə münasibətdə antonim deyil. Acgöz mədənçilər quyu qazıldıqca yanlarını bərkitmədiklərindən çox zaman quyu uçur. Gözü tox adamlar heç kəsin malına göz dikməzlər. Gördüyümüz kimi bu nümunədə altından xətt çəkilən fərqləndirilmiş söz acgöz və gözü tox sözlərdir. Bunlar bir-birinə münasibətdə antonimdir. B bəndində usta ona müstəqil iş tapşırır, addım başı yoxlayırdı. Əntiqə hərdən özünə cürət verib ağasından soruşurdu. Addım başı tez-tezdir, hərdən bəzəndir. Bu sözlər də antonimdir. C bəndində kiminin üzündə şadlıq və cürət, kimisində qorxu və heyrət görünürdü. Mən səni görmüşəm söz sərkərdəsi, alovlu, qüdrətli, cürətli mətin. Qorxu isimdir, cürətli sifətdir. Yəni qorxu sözünlə cürət sözü antonim ola bilər. Ona görə bunlar bir-birinin antonimi deyil. C bəndi. İlk baxışdan o altruist bir şəxs kimi hamının diqqətini cəlb etmişdi. İndi uşaqlar mənə gülmək, sataşmaq istəyəndə egoist insan kimi qələmə verirlər. Altruist və egoist sözləri bir-birinin antonimidir. E bəndindəki barbarlıq sözü var, bir də mədənlik sözü var. Bunlar da bir-birinin antonimi sayılır. Doğru cavab C bəndidir. Bəndlərdən birində nümunədəki sözlərdən heç birinə aid olmayan izah verilmişdir. Cərgə pambığından alaq vurulsun, misir mahlıcından qalaq vurulsun. Qozalarının içindəki liflərindən iplik hazırlanan kol şəkilli birlik cənub bitkisi bu pambıq sözünün izahıdır. Deməli, A bəndini çıxırıq. Tarlada, bostanda və s. bitən becərilən bitkilərin inkişafına mane olan yabanı bitki alaq sözünün izahıdır. Bunu da çıxırıq. Çiğdi təmizlənmiş çiğsiz pambıq bu mahlıc sözünün izahıdır. C-ni də çıxırıq. G-də sıra, ard-arda və ya yanaşı düzülmə buradakı cərgə sözünün izahıdır. E bəndində çıxırıq. D bəndindəki sözün izahı isə verilən nümunədə hər hansı bir sözə uyğun gəlmir. Testin doğru cavabı D bəndidir. Verilmiş sözlərin orfoqrafiyasını nəzərə alıb məntiqi ardıcılığı tamamlayın. Knockout sözünün yazılışında birinci A o yazılmalıdır. Təxris olunma yox, tərxis olunmadır. R-X ardıcılıq olmalıdır. Yəni, səhv yazılan sözü tapmaq tələb olunur. Tomografiya, trigonometriya, totalitar, siferblat sözləri düzgün yazılmışdır. Separatizm sözündə isə separatizmdir. Yəni, ikinci hecadakı E yox, A olmalıdır. Testin doğru cavabı E bəndidir. Verilmiş nümunədə işlənməmişdir. Gözəl bir süfrə açmışdır, çəməndə ilk bahar bülbül. Nədəndir? Qüssədən, qəmdən vurursan dəm, nə var bülbül. Frazeoloji birləşmə nümunədə işlənmişdir. Dəm vurmaq ifadəsi frazeoloji birləşmədir. Danışmaq, bəhs etmək mənasını bildirir. Bir-biri ilə münasibətdə sinonim olan sözlər, qüssə və qəm sözləri bir-biri ilə münasibətdə sinonim olan sözlərdir. Ona görə B bəndi də doğrudur. Səs və hərf tərkibi fərqlənən söz, burada daha rahat görünən
nədəndir sözü var. Nədəndir yazılsa da tələffüzdə r samiti tələffüz olunmur. Nədəndir qüssədən, qəmdən vurursan dəm, nə var bülbül. Həm amonim, həm çox mənalı olan söz nümunədə işlənməmişdir. Yəni, nümunədə elə bir söz yoxdur ki, həm amonimlik, həm çox mənalı funksiyası olsun. Y bəndəki leksik mənası yemək hissi onun üstünə yaxud yerə salınan xüsusi parçadan tikilmiş örtük olan söz isə süfrə sözüdür. Süfrə sözünün leksik mənasıdır bu söz. Gördüyümüz kimi testin doğru cavabı D bəndidir. Bəndlərdən birində tutmaq sözünün mənası ilə cümlədə işlənməsi arasında uyğunsuzluq var. Göyərmək, bitmək. Calaqların çox hissəsi yaxşı tutdu, yaxşı göyərdi, bitdi deməkdir. Bu düzgündür, uyğundur. Yaxşı göstərmək, uyğun gəlmək, yaraşmaq. Bu paltar onu yaxşı tutur, yəni ona uyğun gəlir, yaxşı göstərir. B də uyğundur. C bəndi. Müəyyən şərtlərlə bir işə qəbul etmək, götürmək. Birini qovub ayrısını tutursan, o əvvəlkindən pis çıxır. Yəni, başqa bir adamı yerinə götürürsən, birini qovursan, başqasını yerinə götürürsən mənasındadır. Gördüyümüz kimi bu da uyğundur. D bəndi. Bir iş görmək istəyənə mane olmaq, əl-qol açmağa qoymamaq. Ay cəmaət, məni tutmayın, bu kişini öldürəcəyəm. Gördüyümüz kimi əl-qol açmağa imkan verməmək mənasındadır. D də düzgündür. Toxunmaq, bərk təsir etmək. Uşaq iki əlli gözlərini tutub, hönkür-hönkür ağlayırdı. Bu tutmaq mənə, toxunmaq, bərk təsir etmək, bu sözlər məni tutdu, yəni mənə təsir etdi mənasında tərzdə cümlədə işlənsə uyğun olardı. Yəni bu gözlərini tutmaq isə, yəni burada nəyinsə təsir etməsindən mənasına gəlir. Ona görə doğru cavab E bəndidir. Sözümün canı budur ki, gənclər yenilikçi olmalıdırlar cümləsindəki fərqləndirilmiş sözün kontekstə uyğun mənasını izah edin. Sözümün canı sözündən söhbət gedir gördüyümüz kimi. Ölümlə vücuddan ayrılan qeyri-maddi varlıq, ruh bu can sözünün həqiqi mənasıdır. Yəni sözümün canı mənası deyil. Həyat varlıq deyil. Mən taqət, hey, can qalmamaq, hey qalmamaq mənası da burada deyil. Yəni sözümün deyil. Bir şeyin əsası, mahiyyəti, məğzi, yəni sözümün əsası, sözümün məğzi ondan ibarətdir ki, budur ki, mənasındadır. Doğru cavab D bəndidir. Adam, insan, fərd mənası da deyil. Doğru cavab D bəndi. Sadə sözünün məcazi mənada işləndiyi nümunələrdən birində çəkinmək, ehtiyat etmək sözlərinin sinonimi işlənmişdir. A bəndi. Bətbənizin solmuş, çöhrən dəyişmiş, qolay sanma. Qolay sanma deyil bu sadə bir iş nümunəsində çəkinmək, ehtiyat etmək sözünün sinonimi yoxdur. B bəndində bəzən əmsinin oxuduğunu arvadlar başa düşmədikdə qadir sadə dillə bunu onlara izah edərdi. Sadə sözü məcazi mənada işlənib, amma çəkinmək, ehtiyat etmək sözünün sinonimi yoxdur. C bəndi. Əğyara inanma, gözəlim, qorxuram ondan. Çox sadəsən, hər iki sözü deyirlər, inanansan. Sadə sözü məcazi mənadadır. Qorxuram, çəkinirəm, ehtiyat edirəm sözünün də qorxuram sözünün sinonimini görmək olur. Doğru cavab C bəndidir. Digər cavablarda 5 il əvvəl Xədicəni zəngin bir əlbisədə görmüşdüm, indi isə sadə bir libas geyinmişdi. Sadə sözü var, amma çəkinmək sözünün sinonimi yoxdur. E bəndə. Biz bu vaxtların sadə adamları müharibədən deyil, sülhdən yanayıq. Burada da çəkinmək, ehtiyat etmək sözünün sinonimi yoxdur. Doğru cavab C bəndidir. Amonim kimi işlənə bilən terminlərin cərgəsini müəyyən edin. Efir sözü həm kimyada işlənə bilir, həm də efir sözü fəza, hava mənasında işlənə bilir, amonim söz kimi. Forma sözü həm ədəbiyyatşünaslıqda, həm dilçilikdə termindir. Ədəbiyyatşünaslıqda, yəni əsərin forması, forma sözü termindir. Dilçilikdə isə feilin qrammatik formaları və s. nümunəsində olduğu kimi termindir. Qitə sözü həm coğrafiyada termindir, yəni böyük quru parçası mənasında. Bir də qitə sözü ədəbiyyatşünaslıqda termindir. Doğru cavab A bəndidir. B bəndində epos termin deyil, C bəndində qəzəl termin deyil, D bəndindəki sözlər amonim, atlas amonim deyil, digərləri amonim olsa belə termin deyil. Y bəndində də yenə termin yoxdur. Doğru cavab A bəndidir.
Cədvəldəki uyğunluğun bərpa edilməsi üçün hansı rəqəmlərin yeri dəyişməlidir? Hər üç sözə aid xüsusiyyətdir, yalnız iki sözə aid xüsusiyyətdir, heç bir sözə aid xüsusiyyət deyil. Bir-biri ilə qarşılıq təşkil edən samitlər işlənmişdir. Nə həvəskar, nə həmsədri, nə hamılıqla sözündə belə bir samitlər yoxdur. Deməli, bir cədvəlin bu hissəsində olmalı idi. Ahəng qanununa tabedir. Həvəskar sözü tabe deyil, həmsədrilik tabedir, hamılıqla tabedir. İki söz aiddir. Deməli, iki burada olmalıdır. Üçüncü, dodaqlanan sait işlənməmişdir. Dodaqlanan sait. Biz bilirik ki, hansılardır? O, u, ö, ü. Yəni, heç bir sözdə dodaqlanan sait işlənməmişdir. Ona görə 3 aid olmalıdır. Hər üç sözə aid işlənməmişdir fikri doğru fikirdir. Ona görə hər üç sözə aiddir bu fikir, birinciyə aid olmalıdır. Səs və hərf tərkibi fərqlənir. Səs və hərf tərkibi fərqlənir xüsusiyyəti. Demək, həvəskar sözündə səs və hərf tərkibi fərqlənmir. Həmsədrilik sözündə i əlavə olunur, r, ih dəyişir. Hamılıqla sözündə x, n. Deməli, iki sözə aiddir. İki sözə aid xüsusiyyət kimi verildiyinə görə bu doğru yerdə işlənmişdir. 5-də uzun tələffüz olunan sait işlənmişdir. Heç bir sözə aid olmayan xüsusiyyət kimi verilib. Nə həvəskar, nə həmsədrilik, nə hamılıqla sözündə uzun tələffüz olunan sait yoxdur. Deməli, bunun da yeri doğrudur. Həm kar qarşılığı olmayan cingiltili, həm də cingiltili qarşılığı olmayan kar samit işlənmişdir. Demək, cingiltili qarşılığı olmayan kar samit biz bilirik h samitidir. H samiti həm həvəskar, həm həmsədrilik, həm hamılıqla sözündə var. Kar qarşılığı olmayan samitlər l, m, n, r-dır. Burada r var, burada 2 dənə r var, burada da l və n var. Deməli, bu xüsusiyyət heç bir sözə aid olan xüsusiyyət yox, hər üç sözə aid olan xüsusiyyət kimi verilməlidir. Yəni, 6 da 1-də olmalıydı. Biz beləliklə 1 ilə 6-nın yerini dəyişsək, cədvələ baxsaq görərik ki, 1 ilə 6-nın, 2 ilə də 3-ün yerini dəyişsək, bu sxem əslində doğru olar. Yəni, 1-i yerini 6-ya, 2-nin yerini 3-ə dəyişərək sxemi düzgünləşdirmək olar. Testin doğru cavabı C bəndidir. Hansı bənddə nöqtələrin yerinə uyğun saitlər yazılmalıdır? A bəndinə baxaq. Cömert sözündə ö yox, o yazılmalıdır. Deməli, A variantı doğru cavab ola bilməz. B bəndə rövnəq sözündə ö yazılır, qatran sözündə A yazılır, limonat sözündə o yazılır. Doğru cavab B-dir. Digər cavablara baxaq. Nöqsan sözündə ö yazılır. Rasional sözündə rasional yazılır, növbəharda ö ilə yazılır. Deməli, C-də ola bilməz. Şər böhtan sözündə ö yazılır, voleybol sözündə isə A yox, o yazılır. Deməli, D də ola bilməz. Fövqəladə sözündə ö yazılır, nəbatat sözündə A yazılır, amma formativ sözündə o yox, A yazılır. E də səhv cavabdır. Doğru cavab B bəndidir. Rəşadətli sözünün leksik təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Həm leksik, həm də qrammatik mənaya malikdir. Bu sözün hissəsi olaraq sifətdir, leksik mənası var. Yəni, rəşadətli əsas hissəsidir. Həm də əsas hissəsi olduğuna görə həm də qrammatik mənası var, sifətə aid qrammatik xüsusiyyətləri yerinə yetirir. A bəndini çıxdıq. Hünərli, igid sözlərlə sinonimdir. Bəli, rəşadətli sözü igid, hünərli sözlərindən sinonimdir. B bəndə doğrudur. Qorxaq sözü ilə antonimdir. İgid, qorxaq, hünərli, qorxaq, rəşadətli, qorxaq. Bu fikirdə doğrudur. E bəndinə baxaq. Amonim kimi işlənə bilmir. Bəli, rəşadətli sözü amonim kimi işlənə bilməz. Nəhayət, D bəndində hər bölümünə aid termindir. Rəşadətli sözü termin deyil. Ona görə doğru cavab D bəndidir. Hansı sözün leksik mənası verilməmişdir? Yaxşı düşünülmüş fikir, rəy, nöqteyi nəzər, mülahizə sözünün mənasıdır. C bəndi çıxdı. Öz əzəməti böyüklüyü ilə insanı valeh edən əzəmətli, möhtəşəm sözün izahıdır. B bəndi çıxdı. Hörmətli, əziz, ehtirama layiq, möhtərəm sözünün izahıdır. D bəndə çıxdı. İşləyən adama istirahət, müalicə və s. üçün verilən müəyyən vaxt məzuniyyət sözünün izahıdır. E bəndə çıxdı.
Gördüyümüz kimi doğru cavab A bəndidir. Hansı cümlədəki fərqləndirilmiş söz həm amonim, həm də çoxmənalı söz kimi işlənə bilər? Birinci cümlədəki yaş sözü amonimdir, isim və sifət kimi işlənə bilir. İsim kimi yaş sözü insanın yaşı, göz yaşı, iki isim mənasında olur. Sifət kimi isə yaş, nəm, sulu mənasında işlənir. Yaş sözünün çoxmənalığı isə bir nəm, sulu mənasındadır. Bir də nəm, sulu mənası bu həqiqi mənasıdır. Bir də nəm, sulu mənasına yaxın bir mənada, başqa bir mənada işlənir. Məsələn, deyək ki, yaş nisbətən gənc, cavan mənasında işlədilə bilər. Və yaxud da sulu olmadığı halda təzə, tər mənasında. Tutaq ki, yaş meyvə, yaş səbzə, yəni təzə, hələ canında su qalmış, qurumamış, təzə mənasından ifadə edilə bilər. Ona görə də yaş sözü eyni zamanda çox mənalıdır. B bəndəki top sözü yalnız amonimdir. C bəndəki kağız sözü çox mənalı sözdür. D bəndəki şam sözü amonimdir. E bəndəki ayaq sözü çox mənalı sözdür. Testin doğru cavabı A bəndidir. Sözün səs və hərf tərkibi arasında daha çox fərqli məqam var. Əziyyətli sözündə y samitinin biri düşür, l, d olur. İki fərqli məqam var. Əzmkarlıq sözündə i əlavə olunur, l, r olur, q, x olur. Üç fərqli məqam var. Fədakarlıqla sözündə l, r olur, q, x olur, l, n olur və sonra da n artırılır. Dörd fərqli məqam var. Səkkiz bucaqlı sözündə g, 2 olur, 8 bucaqlı. İki fərqli məqam var. Tünd xasiyyət sözündə d, t olur, xasiyyətdə y-nın biri düşür, iki fərqli məqam var. Gördüyümüz kimi doğru cavab C bəndidir. Bəndlərdən birində təşbeh və epitet işlənmişdir. Şəhərim çıraqban, kəndim çıraqban, kəhkəşan sinəmdən nur alsın deyir. Yəni, bu nümunədə kəhkəşan sinəm ifadəsi var, epitet var, amma təşbeh işlənməmişdir. B bəndində ey dəvə yol, düşdüm daha belindən, ofşar cığır, çıxdın daha əlimdən. Burada dəvə yol ifadəsi var, yəni burada da epitet var, amma təşbeh yoxdur. Duz axtaran körpə cüyür balası, ağdaşlara körpə cığır salası. Yəni bu nümunədə hər hansı bir bədii təsvir ifadə vasitəsindən danışmaq olmaz. İldırımlar bulutların pələngi, paslanacaq mənsiz şimşək üzəngim. İldırımlar bulutların pələngidir, təşbih, paslanacaq mənsiz şimşək üzəngim, şimşək üzəngidə də şimşək sözü bədii təyindir. Doğru cavab D bəndidir. E bəndi, bulaq gördüm uşaq kimi ərköyün, məni gəzər məndən qaçan ürkəyim. Burada təşbih var, amma hər hansı bir epitet yoxdur. Doğru cavab D bəndidir. İfadələrdən biri pis vəziyyətdə qalmaq, vəziyyətin daha da pisləşməsi mənasında işlənir. Dəyirmanın boğazına ölü salsan diri çıxar. Bu diribaş adamlar üçün deyilən bir ifadədir. Könülləri fəth etmək, yəni uğur qazanmaqdır. D-də özünə uvac ola bilməyib, özgəyə ərişdə kəsir, başqasının yerinə lazımsız şəkildə müdaxilə etməkdir. Ağzına çullu dovşan sığmamaq, həddindən artıq qürurlu və böyük ifadələr işlədərək danışmaqdır. Pis vəziyyətdə qalmaq, vəziyyətin daha da pisləşməsi, ölünü qoyub dirini ağlamaq birləşməsinə, ifadəsinə uyğundur. Doğru cavab C bəndidir. Cümlələrdə fərqləndirilmiş sözlərlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Fərman yoldaşları ilə meşədə çiyələk yığmağa getmişdi. Bu cümlədə çiyələk sözü tələffüzü siyələk şəklindədir. Çünki k-dan sonra samit gəldiyinə görə bu tələffüz ilk qalır. İkincidə, qızının itaətsizlik etməsi İmamverdiyə təsir etmişdi. İtaətsizlik etməsi. Burada k-dan sonra saat gəldiyinə görə, amma burada y tələffüzü var. Fikirlərə baxaq. Sözdə bir-biri ilə qarşılıq təşkil edən samitə işlənmişdir. Demək, çiyələk sözündə y və i samitləri qarşılıq təşkil edir, itaətsizlikdə t və d samitləri. Ortaq fikirlərdir hissəsində yazıldığına görə düzdür. Birinci 1. 2. Səs və hərf tərkibi arasında iki fərqli məqam var. Çiyələkdə bir məqam var, itaətsizlikdə isə iki məqam var.
Amma demək ki, bu ortaq fikir deyil. Ortaq fikirlər sırasında verilmişdir. Çar və Cingiltili samitlərin sayı bərabərdir. Çiyələk sözündə ç və ih Cingiltili, y-lı çardır, 2-nin 2-yədir nisbət. İtaətsizlik sözündə t, s çardır, z, d, y Cingiltilidir, 3-ün 3-ədir nisbət. Yəni sözdə Çar və Cingiltili samitlərin sayı bərabərdir fikri hər bir söz üçün ayrı-ayrılıqda doğrudur, ortaq fikirdir. Ortaq fikirlər deyil, qalın və ya incə sahitlərin bir-birini izləməsi qaydası gözlənilmişdir. Çiyələk sözündə gözlənilib, amma itaətsizlik sözündə gözlənilməyib. Ortaq fikirlər deyil, bəli, ortaq fikir deyil. Deməli 4-də seçiləcək. 5-də səs artımı və ya səs düşümü baş verməmişdir. Demək, çiyələk sözündə də hər hansısa bir səs artırılması, azalması yoxdur. İtaətsizlik sözündə səs artırması və ya azalması yoxdur. Ona görə bu fikir doğrudur. Ortaq olmayanların içərisində verildiyinə görə düzgün sayıla bilməz. 6. Uzun tələffüz olunan sait işlənmişdir. İtaətsizlik sözündə uzun tələffüz olunan sait işlənib, amma çiyələk sözündə işlənməyib. Demək, bu ortaq fikir deyil. Ona görə ortaq fikirlər deyil səmt tərəfində verilməsi doğrudur. Doğru cavab 1, 3, 4, 6-dır. Cümlələrdəki frazeoloji birləşmələrin sinonimlərinin ardıcıllığını müəyyən edin. Rəhbərlə münasibətləri yaxşı idi. Öz-özünə bəhanə tapıb, qaşınmayan yerdən qan çıxardı. Qaşınmayan yerdən qan çıxarmaq. Mübahisə o qədər uzandı ki, artıq söhbət əndazədən çıxmışdı. Əndazədən çıxmaq. Qocalar evində tənha oturan qadının baxışlarında ürəyi dağlanmış bir insanın kədəri var idi. Ürəyi dağlanmış. Onun dediyi sözlər ruhumu oxşadı, sanki bütün dərdimi unutdum, ruhumu oxşadı. Frazeoloji birləşmələr nümunədə işlənmişdir. Ciyəri qana dönmək, buradakı ürəyi dağlanmaq sözünün, yəni sözünə uyğun gəlir. Demək, bir aiddir bura. Ürəyinə yatmaq sözü, ruhuma oxşamaq sözünə aid gəlir. 2 aiddir bura. Qurdalayıb qurdunu çıxarmaq, qaşınmayan yerdən qan çıxarmaqdır. 3 aiddir bura. İfrata varmaq, əndazədən çıxmaq 4 aiddir bura. Gördüyümüz kimi ardıcıllıq 3, 4, 1, 2-dir. Ardıcıllığı müəyyən edin. Q samitinin K kimi tələffüz olunduğu, Q samitinin G kimi, Q samitinin G kimi, Q samitinin X kimi tələffüz olunduğu söz birləşdirilmişdir. İfa qalması ifadəsi ədəbi dildə daxili birliyin pozulması qarşı durmaya səbəb olan amil kimi işlənir. İfa qalması nümunəsində Q samiti burada var, bir də Q samiti burada var. Hər ikisində Q samiti Q kimi tələffüz olunur. Yəni birinci Q samitinin Q kimi tələffüz olunmasıdır, 3 ilə başlayır. İkinci cümlə, şagirdlər həftə sonu oyuncaq mağazasına gedərək yeni Lego bloklar aldılar. Oyuncaq mağazasında buradakı Q samitindən sonra gələn samit var və bu X kimi tələffüz olunur. Oyuncaq mağazası ikinci 4 olmalıdır. Üçüncü, üfüq xətti müşahidəsinin göz səviyyəsində baxdığı zaman yer səthi ilə səmanın sanki birləşdiyi sərhəddi təsvir xəttidir. Üfüq xətti buradakı K-dır, çünki adi halda K kimi tələffüz olunan bu sözdə ikinci tərəfdə samit işlənmişdir. Q-nın K kimi tələffüz olunduğu. Üçüncü, nəhayət yanacaq enerji istehsalı avtomobillərin hərəkəti və sənaye prosesləri üçün istifadə olunan maddələrdir. Yanacaq sözündə adi halda Q-X kimi tələffüz olunduğu halda samitlə başlayan şəkil saatda Q əvəzlənməsi baş verdiyi üçün yanacaq enerji Q-dan sonra yenə birləşmə daxilində, mürəkkəb sözünün tərkibində sait gəldiyinə görə Q kimi tələffüz olunur. Q kimi tələffüz olunduğu hal isə 2-dir. Doğru cavab 3, 4, 1, 2. Hansı nümunələrdə elmi üslubun xüsusiyyəti özünü göstərmir? Bir də varlığın bir hissəsini və ya əlamətini bildirən sözün həmin varlığın adını əvəz etməsi sinekdoxa adlanır. Gördüyümüz burada ədəbiyyatşünaslıq elmindən danışılır. Sinekdoxa termini var. Burada özünün elmi üslub xüsusiyyəti göstərir. 2-də sona hərdən onun bəndini açıb həyətə buraxırdı. Buradakı bənd sözü termin funksiyası daşımır. Ona görə elmi üslub xüsusiyyəti burada yoxdur. 3-də biosfer atmosferin aşağı hissəsini, bütün hidrosferi və quru sərhəddini
2-3 kilometrə qədər dərinliyinə əhatə edir nümunəsində. Yəni burada biosferdir, hidrosferdir terminlərini görürük. Yəni burada coğrafiyaya aid terminlə danışır. 3 də ona görə uyğun deyil. 4-də işin şirin yerində soyuq bir şey Eyvaz kişinin sol qoluna dolandı. Bədii ədəbiyyatdan bir nümunədir. Elmi üslub xüsusiyyətindən danışmaq olmaz. 5-də bayram günü havanın günəşli olması hamını sevindirirdi. Yenə hər hansı bir normal publisistik üslubda verilən ümumləş sözlərdən ibarət bir cümlədir. Elmi üslub əlamətləri yoxdur. Doğru cavab 2, 4, 5-dir. Uyğunluğu müəyyən edin. Səs və hərf tərkibi fərqlənmir, ahəng qanununa tabedir. Səs və hərf tərkibi fərqlənir, ahəng qanununa tabe deyil. Səs və hərf tərkibi fərqlənir, ahəng qanununa tabedir. Məxaric sözünün səs və hərf tərkibi fərqlənir, sondakı c, ç kimi tələffüz olunur. Demək, bu səs və hərf tərkibi fərqlənən və ahəng qanununa tabe olmayan sözdür. Deməli, bu ikiyə aiddir. B bəndi mətanətli sözündə səs və hərf tərkibi fərqlənir və ahəng qanununa bu da tabe deyil. Deməli, B də ikiyə aiddir. C bəndəki monastır sözündə o, A kimi tələffüz olunur. Səs və hərf tərkibi fərqlənir, amma ahəng qanununa tabedir. Deməli, C 3-ə aiddir. D bəndəki mötərizə sözünün səs və hərf tərkibi fərqlənmir, ahəng qanununa tabedir. D aiddir 1-ə. Müflis sözü də ahəng qanununa da tabedir, səs və hərf tərkibi də fərqlənmir. Bu da aiddir Y-yə. Doğru cavab 1, D, E, 2, A, B, 3, C-dir. Mətnin məzmununa uyğun olan və olmayan fikirləri müəyyən edib seçiminizi əsaslandırın. Bastiliya 16-cı Ludovikin dövründə xalqın azadlıq simvoluna kimi xarakterizə edildi. Bu fikir uyğundur. Əsaslandırma onlar ibarət. Mətndən də göründüyü kimi Bastiliya qalasının azadlıqla mübarizənin simvolu kimi xarakterizə olunur. Yəni, demək yaza bilərik ki, qala azadlıq uğrunda mübarizənin simvolu idi. Mübarizənin simvolu idi. 1789-cu inqilab simvol kimi xarakterizə olunan inqilabla bağlıdır. 16-cı Ludovikin həmin illərdə hakimiyyətdə olduğunu nəzərə alsaq, birinci fikrin də doğru olduğunu deyə bilərik. İkinci fikir uyğun deyil. Kral 16-cı Ludovikin deputatları həbs etmək üçün Versala muzlu qoşun göndərməsi xalqın haqsız narazılığından doğan zərurət idi. Mətndən də görünür ki, Bastiliya qalasında məhkumlara zülm edilirdi, həmçinin zəngin həyat sürən saray əyanlarına nifrət var idi. Məhz bu kimi səbəblərə görə xalq deputatları yeni dövlət quruluşu yaratmaq, kral hakimiyyətini məhdudlaşdırmaq qərarına gəlmişdilər. Bu isə onların haqsız narazılığı deyildi. Yəni, mətnə görə bilirik ki, qalada zülmlər var idi. Qalada zülmlər var idi. Demək, məhz buna görə deputatlar yeni quruluş yaratmaq uğrunda mübarizəyə səsləndilər və bunun da nəticəsində məlumdur ki, xalqın narazılığı haqsız deyildi. Üçüncü fikir də uyğun deyil. Çünki mətndən də göründüyü kimi Bastiliya qalası hal-hazırda turistlərin diqqətini cəlb edən əsas tarixi abidələrdən biridir. Mətndən də göründüyü kimi 1989-cu il 14 iyul inqilabından sonra qala dağılıb. Qala dağıldığına görə turist diqqətini cəlb edən abidədir fikri doğru ola bilməz. Doğru cavablar bu formada, buna bənzər formalarda yazılmalıdır. Mətnin məzmununa əsasən nöqtələrin yerinə uyğun ifadə yazmaqla cümləni tamamlayın. Demək, cümləyə baxsaq, diqqət yetirsək, hadisənin baş verdiyi 14 iyul tarixi Fransanın milli bayramına çevrilmişdir. Hazırda dağıdılmış qalanın yerində onlarla küçə və bulvarın kəsişdiyi 3 xəttdən ibarət paytaxt metrosunun yeraltı qovşağı və Yeni Paris Operasının yerləşdiyi, qərarlaşdığı, qərar tutduğu, olduğu Bastiliya meydanı yerləşir tərzində cavablar yazaraq mətni tamamlamaq lazım idi. Üzərində rəqəm yazılmış sözlərə əsasən mətn cədvəli doldurun.
Üzərində rəqəm yazmış birinci söz yoxa çıxmaqdır, ikinci söz çəkili sözdür. Cümləyə baxsaq, işgəncələr içərisində bir dəfəlik yoxa çıxırdılar. Bir də müqavimətin mənasız olduğunu görərək geri çəkirdilər. Birinci ifadənin kontekstə uyğun qarşılığı yoxa çıxmaq, yəni ərşə çəkilmək, sonra deyək göyə çıxmaq, izi tozu qalmamaq, qəhətə çıxmaq mənası ifadə edir. İfadənin kontekstə uyğun qarşılığı budur. İkinci hissə isə ikinci ifadənin mətndəkindən fərqli mənada cümləsi işlədilməsidir. Məsələn, burada müqavimətin mənasız olduğunu görərək geri çəkildilər. Yəni qoşunun geriyə addım atmasından söhbət gedirsə, çəkilmək sözü digər filmlərdə, məsələn, o filmə çəkildi. Məsələn, burada geri çəkilmək mənası ifadə olunmur. Tədbirdə uşağın adı çəkildi mənasında gördüyümüz kimi fərqli mənada cümlədə işlətmək mümkündür. Doğru cavabları bu və yaxud buna bənzər formada yazmaq lazımdır.